عشق کرvanı, عشق kervanı. السلام عليك وعلى الأرواح التي هلت بفنائك. عليك مني سلام الله أبدا ما بقيت وبقي الليل والنهار، ولا جعله الله آخر العهد مني لزيارتكم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Salam olsun Hüseyin yoluyla gedenlere, Hüseyin severlere, İmam Hüseyin Aleyhisselam'ın taraftarlarına, Hz. İmam Hüseyin'e azadarlık edenlere, eşq karvanı yolcularına salam olsun. Hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Yeniden əziz qonaqlarımızla sizin evlərinizdə qonağıq. Yenə də Hz. İmam Hüseyin haqqında gözəl sözlər eşidəcəksiniz. Qonaqlarımızı sizə təqdim etmək istəyirəm. Əziz ruhanimiz, ilahiyyatçı alim Hacı Ramil Bədəvov. Salamlayıram Hacı sizi. Aleyküm salam. Mən də sizdə salamlayıram. Araşdırmacı Aynur İbrahimli bizimlədir. Salamlayıram sizi. Aktyor, rejissor Mirsahib Ağazadə. Xoş gəlmisiniz. Və yenə də aktyor Fəqan Məmmədov. Salamlayıram sizi. Xoş gəlmisiniz. Hoş gördük. Teşekkür ederim. İcazə versə sizinlə başlayaq. Bir sual düşünmüşük. Kərbəlada ailə dəyərlərinə toxunma var. Kərbəlada ailənin müqəddəs olmasına işarələr var, nişanələr var. Onlardan biri Əli Əsğərin şəhadətindən sonra Hz. İmam Hüseyin Əli Əsğəri gətirir anasının, Rübabın yanına. Və orada onların bir diyaloqu baş verir. Mən istərdim Kərbəla və ailə dəyərlərinə toxunasınız. Bunun nə qədər əhəmiyyətli, nə qədər önəmli bir məsələdir. Kərbəladan üzü bəri inşallah gələsiz. Buyurun. Əvvəla salamlayıram mən dəyərli qonaqları, xoş gördüm. İzləyicilərimizi bir daha salamlayıram. Bəli, Kərbəlada bir neçə səhabə və hətta İmam Hüseyin əleyhissalam ailəsi ilə gəlib. Bu tarixi bir faktdır. Və hətta 80-dan çox orada xanım iştirak edib, uşaqlı xanımla birlikdə. İmam Hüseyin əleyhissalam Rübabla gəlib, Əli Əsğərlə və yaxud Müslüm İbn Əqil demək olar ki, ailəvi şəkildə Kərbəla hadisəsində iştirak edib, özü öncədən gəlib və bilirsiniz Kufəyə gedir, orada şəhid olur və onun 2 oğlu İmam Hüseynin yanında şəhid oldu, 2 oğlu İmam Hüseyndən sonra şəhid oldu. Hətta ziyarətgahdır qəbirləri İraqda. Bir qızı da adı Atikədir, tarixdə belə keçib. O da Aşura gününün axşamı atlar ayağı altında qalmışdı. Məktəldən tarixi bir faktdır da. Hətta onun xəbəri yetişəndə, atasının şəhadət xəbəri yetişəndə İmam Hüseyin əleyhissalam bilirsiniz, həm də o uşağın dayısı idi. Çünki Müslümin həyat yoldaşı Əli əleyhissalamın qızı idi. Və Əli əleyhissalamın qızıdır, İmam Hüseynin bacısıdır da. Deməli, onların övladları da İmam Hüseyin onlara nisbət dayıdır. Ona görə o uşağın 11 yaşı olmalı təxminən. İmam Hüseyin əleyhissalam gəldi, onun başına sığal çəkdi. Məktəldən belə oxudum ki, tarixdən deyir, əxəssət sözü ərəb dilində tərcümədə sanki hiss elədi.
buyurdu ki, "Mə fuilə bi əbi." Atama nə olub? Görünən budur ki, başa düşdüyüm budur ya. İmam Hüseyn əleyhissalam yetim uşaqlarla bir xüsusi davranırmış və o da onu hiss elədi bəlkə də. Orada da İmam Hüseyn elə o an tez cavab verdi ki, dedi, "Ənə əbuk." Mən sənin atanam. Zeynəb də sənin anandır, qızlarım da bacılarındır. O uşaq da şəhid oldu. O da uşaq da o atların ayağı altında qaldı. O da bir cür şəhid oldu. Müslümün xanımı da orada iştirak edib. Yəni görürsünüz, ailə gəlib. Hətta səhabələrin içində bu gün düşünürdüm, biri düşdü yadıma, Əmr ibn Qərəzə adlı belə bir şəxs var idi. Rəcəz oxuyub, o da 10-11 yaşında uşaq idi. Rəcəzlə çıxdı meydana, amma Rəcəzlə çıxmamışdan öncə meydana İmam Hüseynə icazə almağa gəlmişdi. Yəni şəhid olmaq, o qədər ədəbli idilər ki, bunlar, hətta belə şəhid olmaq üçün də izin istəyirdilər. İmam Hüseyn bir cavab verdi, ona dedi, atan biraz öncə şəhid olub da, anan da buradadır, narahat olar. Dedi, öyle anam özü göndərdi. Bu söhbətdən sonra məsələ daha bitdi. İmam Hüseyn də buyur, keçə bilərsən. O uşaq da getdi bir, baxmayaraq o az yaşında bir rəcəz oxudu, şücaət göstərdi və şəhid oldu. İstəyirəm deyim ki, ailələr var Kərbəla səhnəsində. Hətta bu tərəfində deyimsə, o tərəfdən də ailə ilə gələn var idi, o da maraqlıdır. Məsələn, oxumuşam Bureyr bilirsiniz, İmam Hüseynin xas sahabələrindəndir və Seyyidul Qurra deyilir ona. Quran müəllimi idi və savadlı insan idi. Onu da şəhid eləyən adamın adı tarixdə Kəb ibn Cabirdir. Onu o şəhid elədi. Onun öz yoldaşı oradaydı, dözmədi amma. O tərəfdən çıxdı, dedi, sən niyə bunu öldürdün axı? Bu bizim balalarımıza Quran dərsi deyib. Çox maraqlıdır, yəni bir insan necə dəyişir. Bu özü bir dənə bir mövzu deyə bunun haqqında danışmağa deyər ki, necə olur bu insanlara, yəni bunun övladına Quran dərsi deyib, bunlar bunu tanıyıb, amma qətlə yetirir, şəhadətə yetişir. Adətən övladının müəlliminə biz xüsusi hörmət göstəririk həmişə. Harda görürük, ehtiramla yanaşırıq ki, mənim uşağıma dərs deyir bu, elm öyrədir. Amma burada Kərbalada tamam başqa bir mənzərə. Kərbəla ümumiyyətlə hər cəhətdən insanı elə bil düşündürür, fikir, insanı təfəkkürə dəvət edir də. Bunlar elə belə deyil bu hadisələrin heç biri. Ki, o mövzu haqqında da danışmaq elə bilirəm bir zaman istəyir. Amma keçək ailə dəyərləri. Ailə mövzu ümumiyyətlə elə deyə də 5-10 dəqiqəlik danışılası da mövzuda deyil. Amma qısa olaraq da əgər belə bir sual verilsə ki, ümumiyyətlə bir ailənin birliyi, ailədə münasibətlərin tənzimlənməsi üçün nə lazımdır? Mən net belə cavab verərdim elə ilk ki, mühüm faktor hədəflərin eyni olmasıdır. Yəni ailədə atanın, övladın, xanımın hədəfinin eyni olması çox məsələləri həll edə bilər. Hədəflərin eyni olması deyərkən, demirəm bir sənətin, peşənin eyni, ikisi də eyni peşənin sahibi olsun və yaxud məsələn ikisi də işgüzar olsun. Ola bilər bir evdardır, bir işləyir. Hətta ola bilər xarakterlər fərqlidir, hətta ola bilər zövqlər, səliqələr müəyyən qədər fərqlidir, amma hədəf bir olanda o kompensasiya edir, sanki o boşluqları doldurur. Bir hədəf uğrunda yaşayan ailə barışa bilir mövzularla, bir-birinə razılaşa bilir. Əlbəttə, hədəf gələk ali bir hədəf olsun, hədəf də fitrətin tələbinə uyğun, xilqətin hədəfinə uyğun, xırda hədəflər olmasın. Böyük hədəflər kiçik məsələləri həll etməyə qüdrətinə malikdir. Və hərdən deyilər, məsələn, sevgi ilə başlayan ailə davamlı ola bilər. Sevgi lazımdır, amma kifayət eləmir. Bəzən sevgi ilə başlayır, görsən elə ortalarda sevgidən əsər əlamət qalmır. Hətta sevgi nifrətə çevrilə bilir. Hərdən məsələn deyirlər, xarakter yaxşı olsa, misal belə deyək də, xanım tutaq ki, keçməyi bacarır, göz yummağı bacarır. Bəzən görsən, o qədər yığır, axırda bir yerdə bir vulkan sanki püskürür. Amma hədəf bir olanda bir evdə böyük problemlər həllini tapa bilir. Məsələn, İbrahim, Hacər, İsmail.
Ata gəlir ana ilə balanı səhraya qoyur gedir. Bu necə həll eləyək? Adama həyat yoldaşı deyər ki, mən hara qoyursan? Uşaq təzə dünyaya gəlib, üzr istəyirəm. Burası səhra, burada su tapa bilmirəm. Belə atalıq olar, belə həyat yoldaşı olar. Hələ xırda problemlərdə bunlar deyilir də. Bu boyda məsələ, amma Allahın tapşırığı budur da, oldu. Bir dənə tarixə baxın, Hacar xanımın bir gileyi yoxdur. O boyda ayında kökündə bunlar da yanıb, bir ailə də yanıb, həcc ayının kökünə baxsan, bir dənə ailə modeli görürsən də. Yəni, bu özü onu göstərir ki, bunların hədəfləri eyni idi. Onlar həyatı düz anlamışdılar. Mərdən deyirəm ki, məsələn, çox verilən sual budur ki, biz necə ailə olmalıyıq? Deyirəm, bundan da mühüm sual bu olmalıdır ki, biz niyə ailə qururuq? Bir hələ oradan başlayaq. Niyə ailə qurursan bəy? Niyə ailə qurursan xanım? Bu, buradan başlanmalıdır. Sual niyədən başlanılmalıdır? Necə axırda gələn mövzudur? Birinci, niyədən başlamaq lazım. Niyədən də başlayan insan birinci, mən kiməm sualına varmalıdır. Mən kiməm? Mən hansı potensialın sahibiyəm, hansı istedadlarım var, hara yetişə bilərəm, hara çata bilərəm, ondan sonra gəlirik necə yaşamalıyıq. Bəli, hədəf düzgün, dürüst təyin olduğu təqdirdə ailə bir digərini başa düşür. Zeynəb kimi xanım, 2 dənə balası oradadır. Bir dənə baxın tarixə, bütün şəhidlər çıxanda demək olar ki, çıxırdı qabağından, qarşılayırdı, amma 2 balası gələndə çıxmadı. Dedilər, niyə? Dedi, birdən İmam Hüseyin narahat olar. Görər, narahat olar. Qoy narahat olmasın. Bu, bacı qardaşı anlayır. Yəni, məsələn, Rubabın hadisəsində fikir verirsiniz, deyir, oldu da narahat olma. Yəni, adətən kişi qadına deyər ki, da başımıza bu hadisə gəldi. Xanımın orada danışması budur, davranışı budur. Narahat olma Hüseyin, hadisə başımıza gəldi, hər şey sənə qurban olsun. Bu, ali bir hədəfdən xəbər verir də, yəni, burada bunun məsələn hansı tərəfinə varırsan, görürsən, yox, bunlar böyük amallar üçün yaşayıblar. Ona görə fəda edə biliblər, fədakarlıq edə biliblər. Yoxsa bunlar necə həll eləyək? Bu mövzuları necə həll eləyək biz? Nə danışaq, hardan danışaq, hansı söhbət eləyək? Doğrudan da tohidi dünya görüşü insana həm ümid, həm ruhiyyə verir, həm insana istiqamət verir, həm insanı qoymur ki, insan pessimist olsun, bədbin olsun, insanı nikbin eləyir. O qədər nikbinsən ki, 18 nəfər yaxınlığı bir gündə itirirsən, deyirsən, ma rəaytu illə cəmilən, gözəllikdən başqa bir şey görməmişim. Bu, adam mərdən deyər, nə üçünsə, nəyəsə xatir, kiməsə acıq vermək üçün, Əziz Zeynəbin ruhunun halı o idi. O, onun əzəmətindən xəbər verirdi. Yenə deyirəm, ailə mövzusu biraz dərindir. Orada da əslində bir dənə qəşəng mövzu açdınız ki, biz Kərbəlada olan ailələri araşdırmaq. Mənim özüm məsələn istəyərəm bu mövzu haqqında biraz oturum, yazım, pozum ki, orada olan ailələr, bir-birindən davranışı, bir-birindən söhbətləri, bir-birləri ilə belə məsələlərə yanaşma tərzi, hansı aspektdən yaxınlaşırlar mövzuya, baxırdılar. Çox maraqlı mövzudur. Hacı, orada Kərbəladakı kişilər seçilmişdi də təbii ki, bunlar bir aləmə dəyər, bir aləmin insanına dəyər də. Amma baxırıq, bax, indi danışdınız, mənim yadıma düşdü də, zehnə gəldi ki, bax, orada Vəhəbin anası var idi, siz Rübabı misal göstərmək. O da bir ailədir. Bəli, bax, bu qadınlar da seçilmişdi sanki. Bəli, hətta uşaqlar da. Qasimdən belə siz misal gətirdiyiniz 11 yaşlı uşaq. Yəni, həm uşaq, həm qadın, həm kişi, onlar hamı seçilmiş idi sanki. Yəni, o Allahın o inni cailun fil ardı xəlifə. Bax, bunlardan söhbət gedirdi də. Razıyam sizlə. Maraqlı məqam da bilirsiniz nədir? Mən istərəm bir gün qonaqlarımızı çox dinləyim əslində. Bəli, çox bəli. Belə. Söz oraya gəldi deyə mən bu sualı Yox, qəşəng sualdır. Orada bəzi insanlar da bir neçə müddətə dəyişildi. Məsələn, dediyiniz Vəhəb, o anası da, onlar xristiyan idi. Yəni, o oğlan şəhid olanda 17 gün idi İslamı qəbul edəmişdi təxminən. Yoldan gətirmişdi İmam Hüseyin, görmüşdü. Onlarla söhbət elədi. O xanım da təzə ailə qurmuşdu. 17 günün belə yadımda qalan, mən çoxdan oxumuşam. Gəlini idi, üzr istəyirəm. Siz təsəvvür edin ki, bunlar nə baş verdi ki? Bu da özü bir dərsdir ki, adam ola bilərmi bir qısa bir zaman kəsimində
bu qədər fikirləri dəyişilsin. Nə inqilab baş verir ki, ruhda? Bu doğrudan möcüzədir İmam Hüseyn əleyhissalam. Bu nə baş verir Dəyişən ki, onları dəyişdi bu də. qədər dəyişilir də, yəni daxildən dəyişilir. Sırf zahiri dəyişiklik deyil artıq bu. Ruhda bir dənə həqiqətən bir fırtına baş verib. Hər şey dəyişilib. Fikirlər dəyişilib, baxış dəyişilib və həyata olan baxış tamamilə 180 dərəcə dəyişilib. Fəqət müəllim, Kərbalada hər yaşda insan var idi. Həbib ibn Məzahirdən tutmuş, o ən yaşlı sayılırdı da. Digərləri də var idi təbii ki. Körpəsindən belə müxtəlif obrazlar var idi həm də. Orada baş verən hadisələr insanlara bir ömrün xülasəsini göstərir. Kərbala səhnəsində ümumiyyətlə baş verən hansı hadisə həyatınızda, sizin həyatınızda mühüm rol oynaya bilər, ümumiyyətlə nişan sayıla bilər? Yəni belə başa düşürəm, Kərbala bizə nəyə öyrədir də? Yəni belə deyil, bəli. Təbii ki, Kərbala çox şey öyrədir. Əslində düz deyil, bizim nöqsanlarımız çoxdur. Yəni amma həm ədalətli olmağı, həm insanlara xidmət eləməyi, mən çox həddən az, həm ailə canlı olmağı, mən belə daha da örgənə gedirik. Kərbala çox örgədir bizə, çox həddən artıq. Yəni daha da indi inşallah ki, çalışırıq bizim də hər dəfə Allah nəsib edir, indi Allah Resulüne onlara nəsib eləsin. Hər dəfə Kərbala ziyarətinə gedəndə, hər dəfə bir möcüzə ilə rastlaşıram, hər dəfə bir hadisə ilə rastlaşıram. Mənim həyatımda böyük təsir qoyur. Təbii ki, Kərbala bir tarix deyil. Kərbala insana çox şey öyrədir. Mən həyatımda təcrübə eləmişəm, həyatımda çox şey dəyişibdir. Həm indi insan var, düzdür, Kərbalaya indi getmiyor, Allah nəsib eləsin, arzusuna da getmək. Amma izləyə-izləyə, oxuya-oxuya, baxa-baxa, onun da həyatında çox şeyə təsir qoyur, yəni yaxşı mənada. İnşallah ki, belə də davam edir Allahın köməyi ilə. Mən orada çox möcüzələrlə rastlaşmışam, çox hadisələrlə. Ona görə, əlhəmdülillah, nədənsə nə qismətsə, mən ilk Ərbəyində də ilk dəfə ziyarətim elə Ərbəyin olub, ilk dəfə. Və 6 dəfə artıq Ərbəyində olmuşam və 7-ci səfərə hazırlaşıram inşallah. Allah arzusuna nəsib eləsin. Ona görə çox şeylər görmüşəm o qapıda. İstər öz həyatımdan bağlı, istər çox üzr istəm ailə həyatımdan qurmağım bağlı. Yəni, tam səmimi deyim, yəni, İmam Hüseyn əleyhissalam heç vaxt bizi əli boş qaytarmadı. Təbii ki, indi bəzən insanlar var, deyər ki, qardaş ibadətlə, namazla. Təbii ki, indi namaz, ibadət, namaz özü bir vasitəsidir. Mən öz fikrimi deyirəm, təbii ki, indi yəni, siz razılaşarsınız. İmam Hüseyn əleyhissalam da bir vasitədir. Allah'a, yəni, elə deyil, necə işləyir? Allah, insanın əlini Allahın əlinə aparıb qoymuş ki, və məzazəm həyatda, yəni, belə deyirəm. Yəni, mən ümumiyyətcə, o Kərbala haqqında çox hadisələr, çox möcüzələr danışaram. İndi belə ki, sualınıza bir uzun cavab verdim. Qəlbim bu qədər doldu Kərbaladan. Bəzən dostlara çalışıram, sənət dostlarımıza da çalışıram, başa salıram. Deyirlər, ay Fəqan, elə bax, hər nəsə can atırsam ora getməyə. Deyirəm, valla, orada getməyən adam bilməz. Yəni, o qədər çəkir məni o Kərbala, İmam Hüseyn əleyhissalam, o ziyarətlər, o hadisələr, o gördüyüm o Kərbalada yuxular və orada nələr görmüşəm, hətta həyatımda həmin hadisə baş veribdir. İmam Hüseyn əleyhissalam insanlığın bir nümunəsidir. Bizim səhvlərimiz çoxdur, amma əlhəmdülillah o məni ilk Ərbəyimdən sonra həyatımda çox dəyişikliklər oldu və hər dəfədə ildən ilə çox dəyişir insan. Təbii ki, yenə də qeyd edim, təşkil olun, yoxsa məlumat çoxdur. Amma çox dəyişiyor və ətrafımda dostlarımız da vardı, çox ona da başa saldıq və getdilər və onlar da hamısı əl səhmləki ilə hər il o qapıda olan. Mən dözə bilmirəm, Kərbalasız yaşaya bilmirəm az. Bu qapısız dayanma olmur, mən yaşaya bilmirəm. Mən bir məsələyə diqqət çəkmək istəyirəm. Hacı, artıq neçə ildir də eşq karvanı davam edir. Bizim müxtəlif, mən bunu ötən ildə dedim bunu, müxtəlif qonaqlarımız olur da. Baxırsan ki, natiq insanlar, arator insanlar olur. Amma burada
gəlib danışmaqda biraz çətinlik çəkirlər. Həqiqətən Fəqan da tanışıq, dostluğumuz da Bəli, bəli. var. Çox gözəl nitqi də var. Çox sərbəst danışan insandır. Amma mən Amma burada İmam Hüseyinlə də tanışa bilmirəm. insan dolur. Həqiqətən bu boğuluram ağzı. qəribə bir şeydir. İmam Hüseyin əleyhissalamdan Bəli. bəzən danışanda sən o qəhər məni qoyma Bəli, danışmağa. Mən yox elə dilim tutulur da yəni. Tək sən deyilsən ha. Yəni biz böyük kalifələri görmüşük ki, əsə-əsə danışıblar. Hə. Ötən həftə də toxunduq da, böyük sənətkarlarımız danışıblar Həzrət İmam Hüseyin haqqında, amma əsə-əsə, ağlaya-ağlaya kövrəliblər. Dilləri söz tutmayıb. Bizim idmançı qardaşlarımız gəlirlər bura. Məsələn, şəxsən biri olub ki, heç danışa bilmədi idmançı qardaşlarımız da. Dünya çempionudur. Sözünü belə deyək ki, deyən insandır dünyada, amma gəldi, heç bir şey danışa bilmədi. Bu ilahi bir sirdir və yaxud da İmam Hüseynə olan eşq deyərdik buna. Mən digər bizim qonağımıza istərdim sual ünvanlayım. Əziz aktyor və rejissorumuz, eyni zamanda da ilahiyyat təhsili varınızdır bildiyim qədər. Şəbihə istərdim toxunasız. Bizim qədimdə Azərbaycanda şəbih göstəriblər Həzrət İmam Hüseynlə bağlı. Kərbəla hadisəsini canlandırıblar. Hardasa bir teatrlaşdırıblar da, teatr səhnəsi qurublar. İndi qabaq şəbih deyirdilər. Ümumiyyətlə bunu necə müasirləşdirmək olar? Teatrla birləşdirib daha gözəl bir şəkildə müasir insana çatdırmaq olarmı? Bax, belə bir sualım var sizə. Təşəkkür edirəm. Əvvəlcə dəvətə görə belə bir verilişdə, belə bir İmam Hüseynin adına olan verilişdə layiq bildiyiniz üçün bizi minnətdaram. Belə deyim də, sözümə elə bu pavilyonla başlayayım, icazə verirsə. Məsələn, mən içəri daxil olan kimi bu təəssürat, bu ovqat dərhal yaranır. Yəni, bu elə şəbihin elementləridir. Yəni, burada asılan qaralar, yandırılan şamlar, fonda gedən musiqi, bu elə şəbih özüdür. Şəbih bildiyiniz qədər, bilirsiniz ki, yəqin bənzətmə mənasındadır. Və uzun illər, belə deyim də, bir 500 il tarixi var. Şəbihlərin yaranmasından öncə türklərdə yuğ mərasimi deyilən bir mərasimlər var idi. Yəni, nəinki türklərdə, ümumiyyətlə yaradılışdan bu yana insanların halı, həyatı iki hissəyə bölünür. Bir bayramlarıdır, bir matəmləridir və bunların hər ikisi də rituallarla qeyd olunur. Məsəl üçün, bizdə hələ bayramla bağlı desək, məsələn, kösə oyunları var idi, ikilim arası var idi, qod-qodular var idi, müxtəlif oyunlar var idi. Və bu coğrafiyada İslam qəbul olunandan sonra artıq bizim millətdə, bizim xalqda şəbih mərasimlərini yaratmaq, şəbih mərasimlərini genişləndirmək. Şəbihlər müxtəlif, mən burada müəyyən araşdırma aparmışam, 1000-ə yaxın şəbih mətnləri olub, 1000-ə yaxın. Hətta onların bəziləri Vatikanda belə var. O şəbihlərin mətnlərinin bəziləri İngiltərədə, Fransada, Milli Kitabxanada, yəni çox böyük bir folklor mədəniyyətidir şəbih. Olduqca böyük bir folklor mədəniyyətidir. Və mənim şəxsi qənaətim şəbihlə bağlı, siz deyən suala gəlib çıxacağım, biraz ətraflı götürürəm, əgər icazə verirsən. Mənim şəxsi qənaətim bundan ibarətdir ki, ilk şəbih əslində Yezdin sarayında olub. O necə baş verib? Bildiyiniz bir tarixdir. Xanım Zeynəb İmam Hüseynin köynəyini asıb Yezdin sarayında. Və orada ağı deyilib, mərsiyə deyilib. Və bu şəbihin ilk elementidir. Yəni, sonralar hələ gəlib Azərbaycana çatana qədər hələ ilk şəbih elementi oradadır. O teatral element ilk olaraq xanım Zeynəbin o təsir etmə qüvvəsi, mesajı çatdırmaq, sözünü demək şəbihlə baş verib.
Yəni İmam Hüseynin köynəyi oradan asıldı və xanım Zeynəb böyük bir inqilab elədi orada. Yəni biraz belə danışmaq Maraqlı. mən tərəfdən düz çıxmaz, Ya, ya, ya. layihəçimiz burada da hacı. Yəni mən öz tərəfimdən şəxsi qənaətim budur. Bu məsəl üçün bizim teatrşünaslar, araşdırmaçılar o tərəfinə gedib çıxa bilmirlər. Çünki o tərəfi ilə heç məşğul olmayıblar, araşdırmayıblar. Sırf belə deyək də o tarixdə yazılan yazılar, nə vaxt şəbih gəlib çıxıb, nə vaxt bizdə artıq kütləviləşib filan bu barədə araşdırmalar aparıblar, amma özü-özlüyündə şəbihin tarixi, yenə deyirəm, mənə görə, mən şəxsən belə qəbul edirəm. Bu elə Yezidin sarayında xanım Zeynəbin İmam Hüseynin köynəyini asmağından başlayıb. Və gələk çıxaq indi sizin sualınızın üstünə. Şəbih daha doğrusu müasir teatra transfer ola bilərdimi? Olubmu? Təbii ki, olub. 1873-cü ildə peşəkar Azərbaycan teatrının bünövrəsi qoyulanda Mirzə Fətəli Axundzadə tərəfindən o təbii ki, istinadı orta oyuna, meydan oyununa idi. Və orada bayaq qeyd elədiyim kimi həm bayram şənliklərində olan oyunlar var idi, eyni zamanda da o dramatik, faciəvi janr tərəfinə yönələndə şəbih var idi. Və o şəbihdən bir çox şeylər, elementlər götürülüb və şəbihçilər, şəbih oynayanlar, onlara şəbihgərdan deyirdilər. Həm şəbihi yaradırdılar, həm özləri oynayırdılar. Onların əsasında tam da olmasa, amma onlara istinadən Axundzadə o Realni məktəbin əsasında o adamlardan, o aktyorlardan istifadə edib. Peşəkar Azərbaycan teatrı yaranıb. Amma yəni biz 1873-cü ildən götürürük, amma 1873-cü ilə qədər Azərbaycanda orta oyun olub və onun da böyük bir qolu, böyük bir hissəsi gəlir çıxır şəbihə. Mənim yenə də şəxsi qənaətim bundan ibarətdir ki, əgər İslam dünyasının təkamülü, inkişafı dayanmasaydı, tarixdən bəllidir ki, dayanıb da, və o mədəniyyətə, yaradıcılığa da öz töhfəsini verəcəkdi və bugün şəbih formasında bildiyimiz həmən o teatral oyun birbaşa tutaq ki, Şimrin zülmü, Ömər Səədin zülmü, xanım Zeynəbin naləsi, xeymələrin yandırılması və yaxud da Qasım otağı, Əli Əkbər otağı bu kimi formal görünən elementlərlə yox, İmam Hüseynin dünyaya çatdırmaq istədiyi dəyərlər üstündə qurulacaqdı. Yəni o dəyərləri əsas götürüb böyük bir İslam mədəniyyəti yaradıcı istiqamətdə, teatral istiqamətində olsun, kinoda olsun, fərqi yoxdur. Bunu dedim, yadıma bir, çox danışıram, üzr istəyirəm. Buyurun, xoş, yaxşıdır, gözəl. Bir şey yadıma düşdü. Deməli, biz festivaldaydıq qonşu ölkədə, teatr festivalı idi. Maraqlı bir tamaşa izləyirdik. Heç bilmirdik tamaşanın axırı hara gedib çıxacaq. Bir nəfər bir cinayət törədib və yaxud da heç törətməyib, bunu cinayətdə günahlandırıblar. Nəysə, bu öz hökmünü gözləyir həbsxanada. Burada iki nəfər arasında bir söhbət başlayır. Bu söhbət gəlir, çıxır Kərbala hadisəsinə. Və Kərbala hadisəsində də gəlir, çıxır Hürrün hissəsinə, o İmam Hüseynin qarşısını kəsmək, bu bildiyiniz bu məqamlara və bir anlıq səhnə dəyişir və bir anlıq təsəvvürdə artıq həmən Kərbala meydanıdır, həmən Hürrün bir dəstəsi, bir tərəfdə Hürrün dəstəsidir, bir tərəfdə İmamın dəstəsidir. Bunların söhbətlərinin lap belə kulminasiya məqamında yenə işıqlar yanır, sönür və həbsxanadan uca səsləndirici ilə səs gəlir ki, filənkəs, sən azad oldun. Yəni, bu tamaşada həmən o adamın günahsızlığını, tövbəsini,
o hür bildiyimiz kimi azad deməkdir. Yəni onun hürlə əlaqələndiriblər. Yəni nə demək istəyirdim bu tamaşadan olan hissəni xatırlatmaqla? Nə qədər biz müasir qərb teatrına meyillənsək də bizim o köklərimiz var. O köklərimiz gəlir öz sözünü deyir və bu köklərin qorunması əslində çox lazımdır, vacibdir. Yəni bayaq qeyd elədiyim kimi bu bir ritualdır və bütün dünyada ritual var. Qərb dünyasında da ritual var. İsa Məsihin ona olunan zülmlərlə bağlı əsasən o katolik tərəfdə, o tərəflərdə, xristianlıqda onlar məşhurdur. Bütün dünyada, yenə də deyirəm, sadəcə mənə çox qəribə gəlir ki, niyə görə bizim bəzi düşünmək qabiliyyətində olan adamlar bunu hansısa ərəbin, tutaq ki, yasını tutmaq kimi qəbul edir. Xeyr, 18-ci ildə ermənilər Bakıya qədər gəlib çıxıb və biz çox böyük miqdarda şəhid vermişik. 18-ci ildən sonra heç kim deməyib ki, biz o Aşura mərasimini qoyaq qırağa, gəlin ermənilərin şəhid elədiyi şəhidlərimizi ağlayaq. Qətiyyən. Birinci Qarabağ müharibəsində çox igid oğlanlarımız şücaətlə vuruşublar, şəhid olublar və yenə də xalq deməyib ki, gəlin biz o şəhidlərə qoyaq, öz şəhidlərimizi alaq. Yəni bu absurd məsələdir. Mən mövzudan mövzuya keçdim, düzdür, amma rituala qayıdıram, yenə də şəbihə qayıdıram. Şəbih ritual deməkdir. Ritual bir xalqın mədəniyyətində mövcud olmalıdır, mütləq. İstəyir toy ritualı, istəyir yas ritualı, istəyir hansısa bir müqəddəsi ilə bağlı olan rituallar. Yəni bu rituallar bir xalqın mədəniyyətini, bir xalqı bir xalq kimi yaşadan amillərdir. İstəyir dili, istəyir mədəniyyəti, istəyir folkloru, istəyir ritualı. Və çox danışdım, üzr istəyirəm. Yenə də sizin suala qayıdım və hələlik yekunlaşdırım. Bəli, şəbihlərdən ümumiyyətlə İmam Hüseynin dünyaya təbliğ elədiyi, inqilab elədiyi, bu inqilabla təbliğ elədiyi dəyərlərdən Azərbaycan teatrı bəhrələnə bilər və bəhrələnib də. Azərbaycan teatrına bunu inteqrasiya eləmək olar, olunub da. Nəinki teatrına, ümumiyyətlə ədəbiyyatı ki məlumdur, poeziyası ki məlumdur. Hətta rəssamlığında belə, hətta kinosunda belə, təsviri sənətində belə, ümumiyyətlə. Yəni ki, bəhrələnə bilər, bəhrələnə bilməyi üçün təfəkkür sahibləri lazımdır, yaradıcı sahədə insanların o mənəviyyatı, o ruhu lazımdır ki, onu istiqamətləndirə bilsinlər. Çox gözəl nöqtələrə toxundunuz, Mirsahib müəllim. Mən Aynur xanımla davam etmək istərdim. Bu gün insanların həyatında Kərbaladan götürə biləcəyi ən praktik dərs sizcə nədir? Salamlayıram mən də qonaqları, izləyiciləri. Suala gələndə Kərbaladan çıxara biləcəyimiz dərslər ümumilikdə çoxdur. Orada iştirak edən ən kiçik yaşlıdan ən böyük yaşlı şəxsə qədər onların həyatını araşdırsaq, mövzu qoysaq, oradan ibrət alacağımız çox şeylər çıxarda bilərik. Necə ki, indiyə qədər də bunlar olunub, bu dərslər çıxarılıb. Mən özümə təsir edən, məni heyrətləndirən bir məsələyə toxunmaq istəyirəm. Bu Kərbala hadisələrinin fonunda xanım Zeynəbin emosional idarə etməsi, emosional tənzimləməsi. Yəni buna psixologiyada emosional tənzimləmə deyilir. Bu nədir? Yəni insan öz emosiyalarını şuurlu şəkildə idarə edə bilir. Yəni bir var emosiyanı bastırmaq, yaşamamaq, o başqa şeydir. Emosiyanı yaşayırsan, amma onu emosiya səni idarə eləmir. Sən emosiyanı idarə edirsən şuurlu şəkildə. Bu da olur emosional intellektin fonunda. Emosional intellekt nədir? Odur ki, insan həm öz emosiyalarını, həm qarşıdakının, digər insanların emosiyalarını tənzimləyə bilir. İnsan stresi idarə edə bilir. İnsan vəziyyəti dəyərləndirə bilir və baş verən yeni vəziyyətə öyrəşə bilir
və duyğularını rahat şəkildə ifadə eləyə bilir. Bu olur emosional intellekt. Və biz baxsaq ki, xanım da potensial ana olduğu üçün qadın daha emosional varlıq olur. Hadisələrə biraz daha emosional yanaşa bilir. Bunun yanına da qoysaq ki, kamil insanın emosiyasından adi insanın emosiyası arasında fərq olur. Çünki o daha dərindən dərk elədiyi üçün, imamı daha yaxşı tanıdığı üçün onun duyğuları daha dərindir. Yəni xanım Zeynəbin qardaşını itirməyi adi bir qadının qardaşını itirməyindən eyni deyildi. Oradakı hisslərlə eyni deyildi. Bəli, çox. Daha dərindir, daha ağırdır. İndi xanım həm öz qardaşını itirir, həm öz imamını itirir, həm övladları daxil olmaqla, digər qardaşları daxil olmaqla qohumlarının əksəri gözünün qarşısında faciəvi şəkildə şəhid edilir. Başqa biri olsa burada idarə etməni itirərdi, emosional idarə etməni itirərdi, özünü tənzimləyə bilməzdi, bir növ başını itirərdi. Baxırıq xanımın davranışına necə aram, necə iradəli, necə rahat özünü idarə eləyir, vəziyyəti idarə eləyir, böhranı idarə eləyir. İmam Səccada yaxınlaşır, imamın göstərişlərindən o vəziyyəti ələ alır, oranı idarə eləyir, vəziyyəti düzəldir. Düşünürəm ki, bu sonra keçirik məsələn o Kufədəki çıxışlarına, o da bayaq dediyim o emosiyanın doğru ifadə olunmasıdır. O qədər gözəl şəkildə ifadə edir, insanların qəlbinə toxunur, insanlar ağlayır, peşman olur, duyğularını rahat ifadə edir lazım olan yerdə. Və məni təəccübləndirən məqamlardan biri də budur ki, xanım Kufədə çıxış elədiyi vaxt İmam Səccad indi müəyyən bir səbəblə xanıma buyurur ki, çıxışı dayandırsın. Və xanım çox rahat şəkildə imama itaət edir və çıxışı dayandırır. Düşünəndə təsəvvür edin, ağır bir faciədən çıxsan, ürək doludur, insan istəyir danışsın, özünü boşaltsın, rahatlaşsın. Ki bu danışıq da onda ilahi məqsədlədir, danışır. Həmin anda əmr gəlir, susur. Mənə görə o danışmaq ki, danışıqla, emosiyalarını idarə edərək o çatdırmaq fikrini xanımın necə böyüklüyü idisə, kənardan imamın sus əmrində dərhal susa bilməyi və itaət eləməyi də xanımın böyüklüyünün, o emosional tənzimləməsinin göstəricisi idi. Biz ki, bu emosional tənzimləmə ki var, onu öz həyatımıza tətbiq eləyə bilsək, bizim həyatımızda çox müsbət tərəfə dəyişikliklərə səbəb ola bilər. Çünki baxıram, öz həyatımızda bir adam bir söz deyir, kənardan özümüzdən çıxırıq, emosiyaları idarə edə bilmirik, emosiya bizi idarə edir və yaxud uşaq evdə nə isə edir, özümüzü itiririk, özümüzü idarə edə bilmirik, öz həyatımızı da çətinləşdiririk, bəlkə bir yerdə övladlarımızın həyatını da. Amma baxsaq ki, xanım o qədər faciənin fonunda, o qədər faciənin müqabilində, bu qədər aram qala bilibsə, sakit qala bilibsə, duyğularını idarə eləyə bilibsə, ağla tabe eləyə bilibsə, deməli bu mümkündür. Və mən necə onu eləyə bilərəm, baxmalıyam, necə özümü böyüdə bilərəm, necə özümü o səviyyəyə gəlib çatdıra bilərəm, xanımın hansı əməllərini, hansı yolunu nümunə götürə bilərəm ki, mən də o səviyyəyə gəlim çatım və bunu həyatımda tətbiq eləyə bilim. Bundan sonra həm fərdi həyatımda mənə kömək olsun, həm ictimai həyatımda aramlaşsın, nizamlaşsın, həm övladlar belə olsa daha aram bir mühitdə böyüyər, övladlar aram oldu, cəmiyyət daha aram bir mühitdə böyüyər. Yəni, Kərbaladan dediyim ki, çıxardacağımız dərslər çoxdur, amma mənə ən təsir edənlərdən biri xanımın oradakı o emosional idarə eləməsidir, emosional intellektidir və onu biz həyatımıza məncə mütləq tətbiq eləməyə çalışmalıyıq ki, cəmiyyət də o aramlığa, o nəfsi kamiliyə, o iradəyə gəlib çata bilsin. Çox möhtəşəm. Mən deyərdim ki, bugün günümüzdə olan baş verən o müəyyən hadisələr var, ailə münaqişələri, bu problemlər, bütün hamısı bunlardan qaynaqlanır. Yəni itaət məsələsindən, qadının itaətsizliyindən və yaxud da əmrə tabi olma məsələsi dediniz indi xanım Zeynəbin İmam Səccada. Burada məsələn qonşu ilə bir problem yaşayır, qadın gəlir orada qabağa verir özünü, halbuki kişi orada sözünü deməlidir və mülayimlik olmalıdır, səbir, istiqamət lazımdır. Bütün hamısı detallar, bu özü şərhə ehtiyacı var da, geniş bir məsələdir həqiqətən də. O bayaq Hacının toxunduğu ailə dəyərləri,
Həqiqətən də gözəl şəkildə. Hacı, İmam Səccada toxundu Aynur xanım. İmam Səccadın roluna da istərdik bir baxaq. Xanım Zeynəbin rolu, əhəmiyyətli bir rolu oldu Kərbəla hadisəsindən sonra. Ümumiyyətlə Kərbəlanın həqiqətini çatdıranlardan ən başda gedəni xanım Zeynəbdirsə, elə İmam Səccadın da orada böyük rolu var. İstərdim siz ona toxunasınız. Aynur xanım demişkən, xanım Zeynəb çıxış edirdi, amma imama tabi oldu. İmama təslimiyyət göstərir orada. Yenə də söz imamındır. İmama qayıdır bütün məsələ. O baxımdan da bu çox önəmli bir məsələdir. İstərdik buna toxunasınız. Kərbəladan sonra İmam Səccadın rolu, belə deyək. Çox sağ olun. Gözəl fikirlər həqiqətən eşitdim. Allah qorusun bizim bu dəyərli qonaqlarımızı. O ki qaldı İmam Səccad əleyhissalamın rolu Kərbəladan sonra çox böyük bir missiya idi. Yəni çünki qarşı tərəf şəhid etdi o cür şəxsiyyətləri, istəyirdi onları tarixdən silsin. Məsələ buna görə də səhraya çəkdi. Elə bir yerdə istədi ki, orada hər şey bitsin və eyni zamanda olan hədəflərini də istəyir dəfn eləsin. Amma bu əsrlər imkan vermədi ki, bu şəhidlərin amalı dəfn olsun və bu məsələ bitsin, yekunlaşsın. Bu çətin oldu. Çətin oldu. Və bu işin başında İmam Səccaddır. Aynur xanımla qaşayın toxundu bir neçə dəfə fikir verdim. Ki, Həzrət Zeynəb düzdür, aktivdir. Amma imamı onun İmam Səccaddır. Amma o imamını qorumalıdır. Ona görə də özünü neçə dəfə, bir neçə yerdə fəda edir İmam Səccada. Deyir, əgər onu öldürsüz, imkan vermərəm, məni də öldürəcəksiniz. Və daha çox qabağa çıxır xanım Zeynəb. Çox düşünürəm Həzrət Zeynəb haqqında hərdən. Deyirəm, bir dönəm Həzrət Hüseynin yanında, bir dönəm Həzrət İmam Səccadın yanında, bir dönəm Həzrət Əmirül-Müminin. Bu şəxsiyyət doğrudan Həzrət Zeynəb nə qədər danışırıq, bitmir, düz sözdür, söz üçün deməmişik, bitmir. Və mənim üçün İmam Səccad əleyhissalam orada sağ qalması sanki o boyda hadisənin içində. Siz təsəvvür edin ki, 80-a yaxın uşaq, qadın əsir gedir Şama, orada bir dənə kişi Həzrət İmam Səccaddır. Hər an onu öldürə bilərlər. Maraqlıdır, bu özü bir dənə maraqlı mövzudur. Bu necə sağ qaldı? Eyni ilə bənzədirəm, necə o tonqalın içində İbrahim sağ qaldı. O quyunun içindən Yusuf necə çıxdı? Necə Musanı, anasını Allah əmr elədi, at onu sandığın içində Nil çayına, Fironun qucağında böyüdü. Necə Musa orada xilas oldu, Yusuf bu cür xilas oldu, İbrahim Peyğəmbər bu cür. Eyni ilə həmən səhnəni sanki biz Kərbəlada görürük ki, İmam Səccad sağ qaldı. Və bu sağ qalmada əlbəttə Allahın əli var bu mənada ki, bu onu göstərir ki, haqqı heç vaxt dəfn eləyə bilməyəcəksiniz. Haqq həqiqət yaşayacaq. Haqq həqiqət yaşayacaq. Tabii bir film olmalıdır. Mənim yadıma qısa metrajlı filmdir. Müəllim də 200 gəlki neçə eləyir. O 4 də, 3 çox israr eləyir. Hətta o qədər israr eləyir. Onu deyəni öldürürlər. Mənim yadımda elə qalıb. Orada o qədər qışqırır hamısının üstünə ki, neçə eləyir 200 gəlki. Axırda deyir, hamı deyir ki 3 də. Amma bir nəfər. Axırda göstərirlər ki, bir nəfər yazır orada ki 4 də. Yəni sənin deməyinlə deyil də. Yəni bu onu göstərir ki, bir nəfər tutaq ki, qurban getdi, amma ideya yaşayır, ideologiya yaşayır, həqiqət yaşayır, haqq yaşayır, dürüstlük yaşayır. Bu özü bir mövzu. Həzrət İmam Səccad əleyhissalam o hadisədə yaşayır. Bu düşündürür insanı. Düzdür, cəhd elədi bir neçə dənə yerimiz. İbn Ziyad sarayına İmam Səccad girəndə dedi, kimdir o? Mən başa düşdüyüm bilirdi kimdir. Sadə bəzi adamlar gör kimsə tanımır. Onun adı nədir? Bilmirsən ki, adı nədir?
küçümsəmək istəyir. Yerdən cavab verildi ki, o bəs İmam Səccadın adı Əlidir axı. Əli ibn Hüseyndir. İbn Ziyad qayıtdı ki, Əli ibn Hüseyni Allah öldürmədi Kərbəlada. Allah öldürdü ya, görün hara apardı söhbəti. O necə tikanlı sözlər, deyərdim tikanlı sözlərdən də mühüm. Bunlarda bir cəbr ideologiyası da var idi Bəni Üməyyədə ki, talebi yaşayırsan. Nə baş verirsə Nə Allah baş yazıb verirsən da. O da özü bir mövzu, çünki bu mövzu olub tarixdə bu bəhs eləmək olar. Orada İmam Səccad qəşəng cavab verdi, dedi ki, ölən zaman Allah canı aldı. Yəni özü sinəvi çəkmək kənara, süzün işlərvüzdür. Nə özü çəkirsən qırağa tez. Bunun xoşuna gəlmədi. Bu tutdu da məsələni. Və orada hətta hirsləndi, nəsə qışqırdı. Hətta İmam Səccadı öldürmək fikrinə qədər də düşdü. Orada Həzrət Zeynəb keçdi qabağa. Dedi, imkan vermərəm. Bundan da öncə Küfədə İmam Səccadın bir çıxışı olmuşdu. Xanım Zeynəbin bir çıxışı olmuşdu Küfəyə girəndə. Camaat ağlamışdı. O İmam Səccad hətta orada bir çıxış elədi. Siz özünüz məktub yazdınız, çağırdınız. Siz çağırmışdınız, heç utanırsınız. Siz öz imamınızı şəhid elədiniz. Şəhadət bizim iftixarımızdır. Biz uduzmadıq. Uduzan siz oldunuz. Elə sözlər deyib İmam Səccad, Həzrət Zeynəb orada ki, inanın ki, Küfədə vəziyyət o qədər dəyişdi ki, ağlayırdılar. Bilirsiniz, bəzən, bilirsiniz nəyə bənzədirəm? Həzrəti İbrahimin hadisəsi də eyni zamanda. O Həzrəti İbrahim şəhərdən ki, çıxdılar insanlar, o bütləri sındırdı, qırdı hamısını, baltanı da qoydu bir bütün üstündə. Girdilər içəri, bunları kim eləyib? Orada İbrahim bir kəlmə dedi. Ayə belədir, rəcəu ilə ənfusihim, özlərinə qayıtdılar. Necə özlərinə qayıtdılar? Amma elə bir vicdan ayıldı. Amma nə olsun ayıldı? Gec idi. Çox getmədi. Təzədən odun yığdılar, İbrahimi atdılar odun içinə. Vicdanı ayılması hər şey həll eləmir. Gəl adamın ayağında bir iradə olsun, əzm olsun. Çox adam bilir nə fayda, bildiyini eləmir. Vicdan lazımdır, mühərrikdir, xodlayır insanı, yaxşı mənada həyata ayıldın. Amma ayıldı elə də nə oldu? Biraz da keçdi. Emosiyalar, həmənki vəziyyət. İndi İbrahimin tonqalın içində yandırmaq üçün Nəmrud niyə belə eləyir? Hamının əlini qana bulayır ki, sabah deməsinlər ki, sən elədin. Elə hamınız odun yığırdınız da. Niyə 30 mini gətirdi İbn Ziyad ora? 30 min çox idi da. Ne üçün? Sabah deməsinlər ki, sən elədin İbn Ziyad. Elə bil hər ailədən bir nəfər getsin ki, hər qəbilədən bir neçə nəfər getsin ki, hamının əli qana bulansın ki, sabah nə eləməsinlər? Deməsinlər ki, biz sən elədin, elə hamımız eləmişiz. Eynilə bu proses, düzdür, mən tarix çox uzandıya mövzu. Eynilə bu proses bir sarda baş verib, Peyğəmbəri öldürmək istəyirlər. Peyğəmbər Məkkədən Mədinəyə hicrət edir. Orada əli ilə salam yatır. Orada bir məsləhət verən olur. Neyniyək? Deyirlər ki, öldürək, amma bu şəkildə ki, hər qəbilədən bir nəfər seçilsin. Da müxtəlif qəbilələr, 40 dənə qəbilədən bir nəfər gələndə, sabah Bəni Haşim deməyəcək ki, hamısının üzbəüz dura bilməyəcək. Hamının əlini qana bulayaq. Diqqət edirsiniz. Bunu deyə bildim, qayıtdım həmən mövzumuza. Camaat orada nə oldu? Ağlaşma getdi Küfədə, ağlayırdılar. Həzrət Zeynəbin orada hətta bir sözü var, deyir, siz çox qəribə insanlarsınız, öldürdünüz, ağlayırsınız. Öldürdünüz, ağlayırsınız. Necə Muaviyyə Hücr bin Üdeyi öldürəndə gülümsədi, yanındakılarına dedi, öldürdük, gördünüz necə öldürdük, o namazını qıldıq. Böyle qəribədir ya bu səhnələr hamısı, bir yadıma düşür. Təsəvvür edin ki, bu amma qorxutdu İbn Ziyadı ki, ay Allah, bunlar ağlayır. Hər an, hər şey değişilə bilər. Tək ki, mən başımdan eləyim bunları, göndərim ara. Yezdin sarayına, mən misiyanı bitirdim. İmam Səccad çıxdı. Diqqət elədiniz, buradan çıxdı. Gəldi, girdi İmam Səccad kimin sarayına? İbn Ziyadın sarayında. Daha doğrusu Yezdin sarayında da. Yezdin sarayında da orada da bir çıxışları var. Vaxt olsa bunlar bir vaxt danışılsın gələk. Mən Məkkənin oğluyam, mən Minanın oğluyam, mən Zəmzəmin oğluyam, mən Fatimə balasıyam, mən elə sözlər deyir. Hətta orada bir nəfər ayılır, doğrudan siz əhl-i beytsiniz. Onu orada öldürürlər.
get-gedə görünür ki, daha cəmiyyət ayılır. Yezid də tez dedi ki, Allah lənət eləsin İbn Ziyadı, mən demədim öldürsün, öldürdü onu. Fikir verirsiniz, dəyişdirir hadisələr. İşte, onsuz da özü də hesablama belədir ki, da Hüseyn bitdi, hər şey bitdi. Neyniyəcək bu? Amma neyniyəcək bu? İmam Səccad elədi. İmam Səccadın bir missiyası da çox təhlil eləmiyorlar. Qurban olaq İmam Səccad 34 il yaşayıb, 35 il İmam Hüseyndən sonra. Bir işi də İmam Hüseynin amalını, hədəfini yaşatmaq idi. Əslində Zeynəb çox az yaşadı İmam Hüseyndən sonra. Amma bu böyük missiya düşmüşdü İmam Səccadın üstünə və Zeynəb də onun içində. Ona görə də İmam Səccadın rolu nədir deyirsinizsə, çox böyük rolu var Kərbəla hadisəsində. Və o missiyanı tamamladı. Duyğuları idarə eləmək toxunurdu. Orada atam orada şəhid olur. Adam xəstə də olsa, neyniyər? Gedim də nəsə. Amma bilir ki, ilahi əmr budur ki, bəzən deyir o diri qalmaq şəhid olmaqdan çətin olur. Bilirsiniz, əbd olanda insan Allahın istəyini axtarır. Orada onun missiyası o idi. O missiyanı da gözəl şəkildə icra edir. Və hamı tamamlayıb. Kərbəla hadisəsinin 6 aylıq baladan tutmuş, 90 yaşında, 75 yaşında kişidən, 3 yaşında qız, Həzrət Zeynəb. Elə bil ki, qurban olum, elə bir harmoniya var. Necə hesablanıb bu hadisə, qurban olum? Əlbəttə hesablanmalıydı da. Niyə? Çünki böyük bir dənə hadisənin müqəddiməsidir. Zühurun müqəddiməsi idi Aşura. Bəli. Bəşəriyyətin xilasıdır Aşura. Ona görə hər detal hesablanıb. Bura qədər sizə deyirəm ki, İmam Hüseyn çatanda Kərbəla çölünə soruşdu, bu torpaq kimə məxsusdur? Dedilər, Bəni Əsəd. Dedi, getdi, pul verdi. Çünki ora ziyarətgah olacaqdı. Haqqın nasıl bu qədər diqqət olunur. Görün nələrə İmam Hüseyn diqqət edib siz Allah. Çünki böyük, müqəddəs bir işin, həm özü böyük müqəddəs bir işdir, həm də öndə bir dənə ərbəyin kimi hadisənin əvvəlidir bu, zühurun başlanğıcıdır bu. Hər detal müqəddəsdir, hər detal. Sonda bir dənə sözümü deyirəm, bitirirəm. Əli əleyhissalam deyir ki, bir bina tikirsiniz, onun bir daşı qəsbi olsa, qəsbi birisi nədir? Gelib qonşunun həyətinə bir dənə daşı oğurlayıb gətirib bir dənə binamın tikmək üçün istifadə eləsəm, İmam əleyhissalam buyurur ki, o bina çökməyə məhkumdur. Çünki bir dənə onun kərpici, bir dənə daşı qəsbidir. Kərbəla hadisəsini, o binanı elə tikdilər ki, hər şey yerindədir. Hamı öz missiyasını icra edib. Allah bizi bu şəxsiyyətlərdən ayrı salmasın. Gözəl hacı, gözəl. Sağ olasın hacı. Olsun. Sözünüzə qüvvət. Xanım Zeynəblə İmam Səccad neynədi orada? Titrətdi də bütün o sarayları. Görün, iş o yerə gəldi, çıxdı ki, Ömər Səd dedi, mən öldürməmişəm, mən əmr verməmişəm. Şimir dedi, mən öldürməmişəm. Sonra İbn Ziyad dedi, mən belə deməmişdim. Yezid dedi, yo, mən demişdim, beyət alın, gətirin, öldürməyin. Yəni, bunlar hamısı öz başlarına gördülər necə bir cinayətə əl atıblar da. Bəlkə də özləri fərqinə varmırdılar əvvəl, ya sonradan fərqinə vardılar nə qədər böyük bir cinayət. Hamısı öz boyundan atırdı. Hətta tarixçilər yazırlar ki, İmam Hüseynin başını bəzi rəvayətdə var ki, Şimir kəsib, bəzi rəvayətdə Sənan İbn Ənəs kəsib. Yəni, onlar bir-birinin boyundan atırdılar. Şimir deyirdi, mən kəsməmişəm, Sənan kəsib. Sənan deyirdi, mən kəsməmişəm. Yəni, amma elə bizim ziyarət Aşurada da hamının bir-bir adı çəkilir, lənət oxunur. Allah hamısına lənət edəsin. Çünki hamının əli var idi orada, söz yox. Allah razı olsun, çox gözəl nöqtələrə toxundunuz hacı. Mən Fəqan qardaşıma bəyə yenə bir sualım var. Ərbəyində çox olmuşsunuz, bayaq da qeyd etdiniz Fəqan. Ümumiyyətlə, elə bir an, elə bir məqam olub ki, yadda qalsın, sizin həyatınıza bir dəyişiklik versin. Yəni, yadda qalan məqamlardan mütləq olmalıdır. 6 dəfə ziyarətdə olmuşsunuz. Çox olub, bəzi qardaş. Ümumiyyətlə, bundan öncə də mən qeyd elədim. Ərbəyində, o Kərbalada, hətta Samira yolunda da çox hadisələr görmüşəm. Mənim həyatımda mühüm rolu var. Bir neçəsini deyə bilərəm. Yuxular da olubdu, azıqı. Yəni, yadımda çoxdur o hadisələr. Mən də indi orada gördüyüm hadisələrdən bir neçə dəfə də danışmışdım dostlara da. Bəzən deyirlər, danışmaq yaxşı deyil. Bura gəlmişik zaten biz də danışaq, etiraf eləyək, niyyətimizdən bəllidir.
Amma bəzən dostlar deyir danışmayın, çünki əgər danışarsansa o hadisələri bir də görməyə bilərsən. Bəzi sözlər var ki, görsən inananlar da var, inanmayanlar. Mən deyirəm əksinə nə qədər ki ola bilsin Kərbəla ziyarətində olan xanımlar və bəylər var. Onlar çox hadisələrlə, çox möcüzələrlə orada rastlaşırlar. Amma gəlib onları etiraf eləməyə çətinlik çəkirlər. Çünki deyirlər ki, bir dəfə növbət dəfə qismət olmaz getmək. Bəzən xurafatlar var ki, bəzən də deyirlər ki, danışaraq sonra bir daha onu bizə göstərməzlər. Bir daha ya yuxuda görmək və yaxud möcüzəni görməyə bilərik. Və çox vaxtı belə şeylərlə insanlara deyir, gizlədə və ümumiyyətcə çox hadisələri insanlar etiraf eləmirlər. Amma mən əksinə deyirəm ki, əksinə qeyd etmək lazımdır, etiraf etmək lazımdır ki, mən Kərbalada oldum, ziyarətdə oldum və məni ora hansı qüvvə çəkir, niyə çəkir və onun qüvvəni izah eləməyə çalış ki, bəzi insanlar var ki, onu xurafata çəkib aparmasınlar. Hadisəni gördünüz, hansısa uşağın dili açılıbdır, görmüşük. Ayağa qalxıb illərlə yataq xəstəsi olub, qucağında aparırlar, yerə gəlibdir. Niyə bunları gizlədirsiniz? Niyə o valideyn sənin balan ki, orada şəfa tapıbdır? Təbii ki, şəfanı verən Allahdır, İmam Hüseyin əleyhissalam da vasitəçi olaraq o cəza verilibdir. Necə Quranda deyir, Allah yolunda öldürənlər öldü deməyin, onlar diridib Allah yanında uruzu yeyirlər. Bizdə nə o bəstəsə biz görə bilmirik də. Amma gəlin etiraf edin, bəzən elə olub ki, eşitmişəm deyirlər ki, uşaq orada sağalıbdır, amma gəlib demir, danışmır ki, necə oldu, nə tər oldu. Etiraf eləmir, çəkinirəm, ehtiyat edirəm və ola bilər uşağım təzəndən xəstələnə bilər və bəzi belə xurafatlarla insanlara etiraf eləməkdən çəkinirlər. Amma mən əksinə deyirəm ki, gördüyünüz yeri həqiqi olaraq danışın və şiddətli şəkildə danışmayın. Zaten İmam Hüseyndən danışırsansa, olduğu, necə görmüsən, elə də danış. Onu şişirtmək sənə də ziyan eləyər, əslətmək də sənə ziyan eləyər. Mən də hər zaman çalışdım ki, həqiqəti etiraf eləyəm. Mən ilk ərbəyinimdə İmam Hüseyin əleyhissalamı yuxuda görmüşəm. Mən çünki zaten yuxuda görəndə səs uzadan Hüseyin gəlir deyərəm. Mən zaten Samirə yolunda görmüşəm. Amma orada yuxuda Hüseyin deyildiyinə görə mən bildim ki, İmam Hüseyin əleyhissalamdır. O da necə baş verdi? İndi zaten Quranda da Yaqub Peyğəmbərimiz o köynəyi gözünə sürtür. Çox dərinə getmirəm. Bəzən qəbul etmirdilər, amma həqiqətən də düzdür ki, gözəlsən Allahdır, köynək də bir vasitədir, bir təbərrük kimi də belə. Və ondan sonra hərəmdən mən tutanda bir neçə orada şəhv verirdilər, yalaq verirdilər ki, mənə dedilər ki, ora süt verir bizə təbərrük olaraq. Və çox rahat oldum burada. Və məndə də bir xəstəlik var idi, bəlkə də deyim də bir ilk ərbəyində olmamışdan bir 15 il qabaqçı o xəstəlik məndə var idi. Onun heç bir dərdin əlacını tapa bilmirdim. Namazda, ibadətdə biraz rahatlaşırdım. Bir anlıq elə bir olurdu ki, məndə bir hadisə olurdu ki, bir anlıq elə bildim mən deyiləm. Özüm çox narahat oldum və sıxılırdım. İndi ona kimsə panik atak deyir, kimsə hərə bir söz deyir, o dərini tapa bilmirdik. Çox dava dərmanlar oldu, çox maracı oldu vaxtında. Sıxılırdım hətta birdən o baş məndə verəndə və qarşımda olan çörəyi də belə zülümlə yeyirdim də, yəni həyəcan keçirirdim, çox qorxurdum, çox özürdüm və mən o ilk ərbəyin ziyarətimdən və o xəstəlik məndən getdi. Çox əziyyət verdi o xəstəlik mənə və mən onu ilk ərbəyində mən o xəstəlikdən azad oldum. Mən etiraf edirəm də, mən gizlətmirəm ki, olanı deyirəm ki, çox incidir o məni. Hər saat baş vermirdi o hal məndə, amma illər idi, bir 15 ilə yaxın idi bəlkə də olardı. Mən demirəm, hadisa ölümdən də qorxam, prosto elə bir xəstədir ki, mən götürürdüm nə isə bir əşyanı, o mənim beynimə gələndə elə bilirdim götürmürəm. Yəni özüm otura bilmirdim içimə, o da mənə zülüm eləyirdi. Nə yuxum olurdu, nə yatmağım bir müddət olmurdu, sonra gəlirdi. Və mən orada dua elədim və o xəstəlik heç elə bir məndə olmayıb. Çox uzun danışdım bilirəm, amma həm kövrələm, həm nə bilim, o qədər ürəyim çoxdur, o Kərbəla haqqında o qədər hadisələr, o qədər möcüzələr görmüşəm, həm sağlamlığımı, nə bilim. Və gəldik, o yolu gəldim, çatdım. Ziyarətdə olmuşsan özü üstəndə. Doymusan? Doymusan? Yox, mən elə... Mümkündür bu, belə bir ziyarətdir. Nə danışırsınız hazır, nə danışırsınız? Mümkünatı yoxdur. İndi 7-ci səfərə hazırlaşırıq inşallah. Allah arzular nəsib eləsin. Getməyənlərə, hər kəsə nəsib eləsin. Vallahi billahi deyirəm. Mən buradan bütün üzümü, sevənlərimə də özümü tuturam. İndi bizim də
istəyənlərimiz var. Amma vallahi billahi deyirəm, qalmasınlar o yoldan. Həqiqətən də mən etiraf edirəm. Allah şahidim olsun ki, yəni Kərbala, İmam Hüseyn əleyhissalamın o ziyarətləri, nə bilim, valla saysan o nemətləri bitməz. Və dünyanın hər bir qitəsindən özü nə qədər xristianlar var mən görmüşəm orada, gəlirlər İmam Hüseyn ziyarətləri. Fərqli insanlar mən görürəm. Elə bir dünyada nə bilim belə bir şey görülməyib ki, insanlara belə xidmət eləsən, əlindən ayağından öpərlər hər bir sahədədən, yəni. Valla özü deyirlər ki, şəhər balaca şəhərdir, mən şəhərin hamısını gəzməmişəm. Valla bir dənə orada bir qeyri-adi bir nə qoxu, nə bir şey, bu qədər insanlara ev sahibi, möcüzədir də, möcüzə Allahın verdiyi bir nemətdir ki, əlhəmdülillah. Allah bütün arzusunda olanlara, siz danışırsınız, bax insanlar var, izləyirlər, qəlbləri göynüyür, orayı üçün bilirəm, yazırlar, verilişi izləyənlər yazırlar ora ki, ay Allah mənə nəsib elə. Ona görə duamız bu olsun ki, hacıdan da xahiş edərik, dua edər sonda ki, onlara Allah nəsib eləsin o gözəl ziyarəti. Mir Sahib bəy, yenə də bir sualımız var sizə. Ümumiyyətlə, Həzrət İmam Hüseynə onun dostları, onun sevənləri müxtəlif vaxtlarında ona qoşulurdular da. Məsələn, elə insan var idi, elə uşaqlıqdan onunla idi. Elə insan var idi Züheyr İbn Qey kimi. Yolda qoşuldu ona. Və yaxud da hətta döyüş gedərkən, hətta orada İmam Hüseyn bir neçə söz dedi, qarşı tərəfdən gəldilər, keçdilər bu tərəfə, biz kimə qarşı dayanmışıq, kimə ox atırıq, kimlə döyüşürük, savaşırıq. Orada gəldilər, keçdilər İmam Hüseynə tərəf. Və insanlar ümumiyyətlə müxtəlifdir, 14 əsrdir qoşulanlar var bu karvana, Həzrət İmam Hüseynə qoşulanlar var, amma müxtəlif yaşlardan, elə insan var yaşlı vaxtında, elə insan var, elə uşaqlıqdan. Bizim elə qonaqlarımız olub, deyir ki, elə mən gözümü açmışam evdə, ancaq İmam Hüseyn eşqi görmüşəm. O eşqdən söhbət edib nənələrimiz, dədələrimiz, babalarımız. Sizdə də maraqlıdır, sizin həyatınızda necə olub, ümumiyyətlə İmam Hüseynə nə vaxt qoşulmusunuz və İmam Hüseyni tanıyandan sonra sizdə nə dəyişikliyi olub, bu xatirələrinizdən bölüşün bizimlə. Elə sonuncu dediyiniz məsələ nənələrdən, babalardan o məsələdir. Çünki mənim hardasa 6-7 yaşım var idi. Bu yaşlar belə təxmini yadıma gəlir. Ana nənəm, Allah ölənlərinizə rəhmət eləsin. Allah rəhmət eləsin. Hər Məhərrəm girəndə 40 gün evdə əzan məclisi təşkil edirdi, yalnız xanımlarda. Təbii ki, biz də uşaq idik, 5-6 yaşım var idi, ora-bura qaçırdıq, heç nə başa düşmürdük, amma qulağımız eşidirdik. Yəni, evdə soruşurduq anadan, atadan ki, bu nədir? Deyirdik, hər başa salırdılar, ya başa salmırdılar. Amma hal olaraq, ovqat olaraq, bu toxunuş olaraq, mənəvi toxunuş olaraq oradan başlayıb. Yəni, o həmən o məclislərdən 40 gün məclis oxunurdu, 40-cı günü ehsan süfrəsi verilirdi. Bu hər il təkrar olub. Ta nənəm bəlli bir yaşa çatdı, biraz xəstəliyi filan imkan vermədi. Yəni, ilk tanışdığım bu Kərbala, Məhərrəm, İmam Hüseyn adları, bu sözlər, bu hallarla o 6-7 yaşlarımda baş verir. Sonralar təbii ki, bizim dövr 90-cı illər gəldi, bir euforiya dövrünə düşdü. Bir tərəfdə milli azadlıq hərəkatı, bir tərəfdə o dinin Sovet hakimiyyətindən azad olan xalqların o öz dininə, öz milli dəyərlərinə qayıdan dövründə biz məktəb vaxtında belə bir həvəsimiz yarandı. Biz üz tutduq dinə tərəf və sonralar artıq ilahiyyat təhsili alanda, sonralar artıq mütaliə eləyəndə mənə ən çox təsir eləyən İmam Hüseynin bir sözü olub və mənim indiyə qədər də yaddaşımdadır, ölənə qədər də yaddaşımda olacaq və bu bütün özünü tanıyan ləyaqətli, qeyrətli kişilərə təsir eləyə bilən bir sözdür ki, İmam Hüseyn Yezid qoşununa deyir ki, dininiz yoxdursa heç olmasa kişiliyiniz olsun. Yəni bu söz çox təsirli sözdür. Yəni ona görə ki, insanın etiqadı olmaya bilər nəyəsə, insanın imanı olmaya bilər, insan hansısa bir günahlara sahib ola bilər, amma kişilik, mərdlik, ləyaqət, qeyrət insanın damarında axan qanıdır.
Ya o qan pozulubsa artıq onu heç nə ilə düzəltmək olmaz, heç nə ilə islah eləmək olmaz. Yəni o baxımdan bizim sənət dostumuz var, yaxın dostumdur. Onunla da hər dəfə danışanda o da bu məqamı vurğulayır ki, yəni kim nə deyir desin, nə təbliğat aparırlar, aparsınlar. Heç mən dedi ziyarətdə də olmamışam, heç dinlə də heç bir əlaqəm yoxdur, heç. Amma məni o ləyaqətdən, o dəyərdən heç kim qoparda bilməz. Məhz mən belə tanımışam. Onun dediyi sözdür və mən də ona qoşuluram. Və burada bir məqamı da istəyirəm deyim, əgər icazə verirsə. Yəni uzun əsrlər, hətta İmam Hüseyndən qabaq, sonra İmam Hüseynin Kərbəlasından sonra da beşbətər qətliamlar törədilib. Amma bugünə qədər bu tarix yaşayır. Yəni mənə görə onun bir tərəfi də yenə də Hacı bunu daha yaxşı bilər. Yəni sırf öz adımdan deyirəm. Burada olan fədakarlıqdır ki, bayaqları söhbət olundu. Məsələn, bir atanın qabağına övladını qoyurlar ki, hələ heç ölümündən filəndən danışmıram. Ya o vəzifədən imtina edirsən, ya da sənin oğlun, ya qızının başına filan oyunu gətirir, dərhal imtina edir. Yəni, bu elə bir fədakarlıqdır ki, bu hansı hallarla baş verib, hansı etiqadla baş verib ki, bugünə qədər gətirib Allah bu insanın fədakarlığını yaşadıb, xalqlar, millətlər də bunu yaşadır. Bayaqki sözümə qayıdıram, mən qəti şəkildə əleyhinəyəm. Biz nə qədər müasirləşək. Biz hara qədər inkişaf edirik, insan, xalqın, millətin ritualı aradan getməməlidir. Məsəl üçün, Yaponlar texnologiyanı dünyaya ixrac edən, başda gedən ən birincilər sırasındadır. Amma sarilərini, o çubuqla yeməklərini itirmirlər. Öz faciəli günlərini itirmirlər, bayramlarını itirmirlər. Kim deyə bilər ki, Yaponlar inkişaf eləməyib? Və yaxud da hər hansı bir qərb ölkəsi olsun, fərqi yoxdur. Yəni, sadəcə bu niyə üçünsə bizə pis tərəfdən təbliğ olunur. Mən onun, o bayaq Fəqan qardaşımız da dedi, o möhümat tərəfi ilə təbii ki, o ifrat olan tərəfləri ilə qəti şəkildə razı deyiləm. Məsəl üçün, bir dövr var idi ki, o dövrdə qəsidələr oxunurdu, əzadarlıq mərasimi keçirilirdi və bizim özümüzə xas qəsidələr idi. Özümüzə xas mərsiyələr idi. Amma bir dövr keçdi ki, indi müasir günümüzdə görür, biraz formatı daha çox dəyişib. Amma mənim üçün şəxsən o klassik ənənə, o klassik qəsidə janrında olan əzadarlıq mərasimi daha yaxındır. Yəni, belə bir hadisə baş vermişdi 90-cı illərdə. Bu, bayaq dediyim kimi, din təzə təbliğ olunan vaxtlarda qonşu ölkədən məsciddə məclis olan vaxtı qonşu ölkənin nümayəndələrindən kimsə süfrəni ayaqlayıb keçirdilər. Bizim ağsaqqallardan biri etiraz elədi. Qolundan saxladı ki, oğlum neynirsən? Dedi ki, keçirəm də. Dedi, axı bu süfrədir. Dedi ki, qayıtdı ona, dedi ki, dində belə bir şey yoxdur. Düzdür, dində belə bir şey yoxdur, tutaq ki bu. Amma bir xalqın özünün bir mədəniyyəti var. Məsəl üçün, bizim indiyə qədər bu hüzur məclislərində o ənənə qalıb da, məsələn, duzla çörəyi götürmədən ayağa qalxmırlar falan. Təbii ki, şəriətdə elə bir, düz bir əldə, yəni elə bir qanun yoxdur. Amma bu millətin əsrlərlə belə yaşatdığı, qoruduğu bir ritualdır, mədəniyyətdir də. Məsələn, süfrəyə ehtiramdır, süfrənin bərəkətinə ehtiramdır və bunlar yaşanmalıdır. Bunlar bir xalqı yaşadan mədəniyyətdir və o cümlədən də Kərbəla mərasimlərinin yenə də deyirəm, bu həddi aşmadan təbii ki, keçirilməsi, millətin özünün canında, qanunda olan 12-13 yaşım var idi, əmim oğlu ilə Aşura günündə taksi saxladıq ki, məscidə gedək. Gəldik,
Göy məscidin yaxınlığına çatanda sürücü qayıtdı ki, məscidə gedirsiniz, dedi. Dedi, onda düşün gedin, pul almıram. Nə qədər israr elədik, dedi, yox, pul almıram. Yəni bu artıq böyük bir mədəniyyətdir. Bu mədəniyyəti qorumaq lazımdır. Bu mədəniyyəti yaşatmaq lazımdır. İmam Hüseynin adını onsuz da biz yaşatmırıq. İmam Hüseynin adını Allah bu günə qədər yaşadı, bundan sonra da yaşadacaq. Amma biz öz mədəniyyətimizdə bunu çox gözəl formada yaşada bilərik. Arzu edirəm ki, öz dəyərlərimizə, öz milli mənəvi dəyərlərimizə, öz rituallarımıza, öz adətlərimizə sahib çıxaq. Üzr istəyirəm, çox danışdım, amma ürək sözlərini istədim deyim. Bizdə uşaq vaxtı idi, bəli. Bilmirəm, Bakıda vardı yoxsa yox. Aparardılar, bizə İmamzadə vardı Bərdədə. Nənəm aparırdı, anam aparırdı, həmişə gedirdi. Qorumuza qala bağlayırdıq və hətta qonşu uşaqlarında kimsə qolunda qara olmayanda deyirdi, səni aparmıyordular İmam məclisinə. Onlar da deyirdi ki, anama demişim, sabah aparacaq. Yaxşı mənada rəqabətdə ki, siz niyə getməmisiniz İmam məclisinə? O, məsələn, biz Zığ kəndi, mənim anam ki, Zığ kəndləndə, biz orada da əl ayağına gedəndə bizə də verirlər. O, əslində, bir növ yas əlaməti idi də. Qara yası taxırdı uşaqlıqda. İndi düzdür, kimsə məsələn başqa yerə yozub neyini bunları bildik. Biz deyirdik zaten az, deyirdik ki, siz getməmisiniz. Amma məsələn, Fəqan müəllim demişkən, özüm də bağlamışam, yadımdadır, uşaq idim, 5 yaşımda, 6 yaşımda, belə baxırdım da belə. Bu bizə başa saldı ki, yəni sən sanki əzadasan da, yəni o qara əzanı simvolizə edir. Biz də ona görə deyirdik. Deyirdik bəzən ki, siz niyə getməmisiniz əzadlarıqa? Yəni, biz düzdür, o qədər anlaşımız yox idi. İmam Hüseyin deyifsinə döyürdük. Nənələrimiz həmişə qardaşın sözünə qoyur, həqiqətən də ehsan verirdilər. Bütün qonşular, nənələr yığılırdılar. Hamısı ağlayırdılar. Uşaqlıqdan biz onu görüb götürmüşük. Eşq karvanı. Aynur xanım, sizcə Kərbəla hadisələri insanın stres və böhranlarla mübarizədə necə işıq tutur? Yəni bu Kərbəla hadisəsində öyrənmək, bunu bilmək insana bu stresli halında, böhranlı vəziyyətində yardımçı ola bilərmi? Diqqət eləməli olduğumuz məqamlardan biri də budur. Necə olur ki, bu qədər böyük travmaların, ağır travmaların qarşısında onlar oradakı hər kəsə baxırıq, heç birində o depressiya halı, stres halı, özünü itirmək yoxdur. Hamısı aram, rahat, hadisələri qəbul edirlər. Yəni, necə olur ki, bir nəfər başqa biri hansısa bir kiçik problemdə özünü itirir, stres keçirir, depressiyaya düşür. Amma baxırıq xanım Zeynəbə o qədər ağır hadisələrdən sonra baxır, deyir, mən Kərbalada gözəllikdən başqa bir şey görmədim. Bu necə baş verir? Buna əvvəl psixoloji baxaq. Psixologiyada buna deyirlər mənalandırma. Yəni, insan baş verən hadisələri elə şəkildə mənalandırır ki, bundan sonraki həyatını idarə eləmək onun üçün asan olsun. Çünki dərinə gedəndə, baxanda bizə təsir edən, həyatımızı çətinləşdirən hadisələr yox, o hadisələrə bizim münasibətimizdir. Əgər belə olmasaydı, baş verən hadisələr hamıya eyni cür təsir edərdi. Çünki biz baxırıq, görürük ki, eyni hadisə iki insanın həyatında da baş verir. Biri özünü itirir, depressiyaya düşür, ağır keçirir onu. Başqa biri rahat şəkildə qəbul edir, onu sinəsində həll edir, keçir başqa tərəfə. Deməli, məsələ hadisələrdə yox, o hadisələrə insanın münasibətindədir. O hadisələri necə dərk eləməyindədir, qəbul eləməyindədir. Belə bir metod var, kognitiv davranış metodu psixologiyada. Deməli, orada nə edirlər? İnsanın düşüncəsi, yəni belədir ki, hadisə baş verir, hadisə düşüncə yaradır, düşüncə emosiya təsir edir, emosiya davranışa təsir edir. Əgər bu metodda bu əlaqəni düzəltməyə çalışırlar. Çünki əgər düşüncə yanlış olsa, yanlış düşüncə, yanlış emosiya, yanlış davranışa səbəb olar. Yəni, insan dəyişməlidir birinci o hadisəyə münasibətini, düşüncəsini dəyişməlidir. Və insan dərk eləməlidir ki, baş verən hadisələr, baş verən çətinliklər onun xeyrinə hesablanıb, kəmalına hesablanıb. Onu sıxıntıya salmaq üçün yox, ona düşmənçilik olsun deyə yox,
onu ucaltmaq üçün, onu kamala çatdırmaq üçün mövcuddur bütün bu çətinliklər. Dərinə gedəndə iblisin özü də insanın kamalı üçün var. Çünki insan onunla mübarizədə ucalır, onunla mübarizədə mələkdən üstün səviyyə qalxır. Bu düşüncə tərəfi. Digər tərəfdən insan əgər yəni bunların hamısını dərk edəndən sonra ki, hər şey bunun xeyrinədir, hər şey bunun xeyrinə hesablanıb, insanda təvəkkül və təslimiyyət halı baş qaldırır. Təvəkkül və təslimiyyət. Və Kərbalada düşünürəm ki, bu öz pik həddində idi. Təvəkkül və təslimiyyət. Və bizim də götürməli olduğumuz, bu gün unutduğumuz şeylərdən biridir gündəlik həyatımızda. Orada götürməli olduğumuz əsas dərs, o stressə, depressiyaya qarşı istifadə edə biləcəyimiz əsas dərs budur. Təvəkkül və təslimiyyət. İnsanlar təvəkkül nədir? Yəni sən əlindən gələni elədin, öz vəzifəni yerinə yetirdin. Gerisi artıq sənin işin deyil. Gerisini tapşırsan Allaha, Allaha həvalə edirsən və Allahdan nə gəldisə rahat şəkildə qəbul edirsən. Amma biz bəzən elə bilirik, hər şey bizim əlimizdədir, özümüzü öldürürük, mübarizə aparır. Bu hər şey bizim əlimizdə deyil. Bunu dərk elədik, əlimizdən gələni elədiksə, Allahdan gələnə artıq razı oluruq. İmam Hüseynin son sözlərinə baxırıq. Son sözündə deyir ki, Allahım, sənin qəza qədərinə razıyam, əmrinə təsliməm. Yəni, insan bu təslimiyyət olan yerdə, bu təvəkkül olan yerdə depressiyaya yer qalmır. Bir hekayə oxumuşdum Bəhlul Danəndə. Görürlər ki, Bəhlul Danəndə çox şaddır, gülür, kefi yaxşıdır. Deyirlər ki, niyə bu qədər şadsan, niyə bu qədər sevinirsən? Deyir ki, necə sevinməyim ki, aləmdə baş verən hər şey mənim istəyim üzrədir, mənim istədiyim kimidir. Deyirlər, elə şey olar, istədiyin kimi olsun hər şey, istəmədiyin kimi də olar. Deyir ki, mən öz istəyimi Allahın istəyində fəna eləmişəm. Mənim üçün baş verən hər şey bilirəm ki, Allahdandır və mənim mütləq xeyrimədir. Ona görə onu qəbul eləmək mənim üçün rahatdır. Bayaq dediyimiz məsələ, çünki baş verən hər şey sənin xeyrinə, sənin kamalınadır. Bəlkə zahirən sən onu dərk eləmirsən, çalışmaq lazımdır, o hikmətini dərk eləyəsən, hikməti dərk eləmədin, ən azından təslimiyyət olmalıdır, təvəkkül olmalıdır. Bir var insan, düzdür, o səyləri göstərməli, ondan sonra da dediyimiz kimi, bir var insan o suyun üstündə axan yarpaq misalında aram ola, təslim ola. Bir var o suyun qabağında duran daş kimi suya qarşı çıxasan və öz aramlığını aradan qaldırasan, sıxıntıya salasan özünü də, ətrafını da. Məncə dediyim kimi bu Kərbalada götürəcəyimiz əsas mesajlardan biri oradakı təvəkkül və təslimiyyətdir. Orada baxırıq, hər kəsdə o var, hər kəsdə o təslimiyyət var, o təvəkkül var və o təvəkkül və təslimiyyət olan yerdə də stres, depressiya aradan qalxır. Əgər biz onu həyatımıza tətbiq eləyə bilsək ki, tam o mənada təslim ola bilək Allaha, tam mənada təvəkkül eləyə bilək, onda heç bir stresə, heç bir depressiyaya yer qalmaz. Ümumiyyətlə, bayaq dediyim kimi, cəmiyyət olaraq da, fərdi olaraq da, ailə olaraq da daha sağlam bir mühit yarada bilərik. Oradan baxanda gördüyüm ən birinci şey təvəkkül və təslimiyyət. İnşallah ki, onu biz də tətbiq edə bilək həyatımıza. Amin inşallah. Çox təşəkkür edirəm Ayla xanım sizə və digər qonaqlarımıza. Hacı minnətdaram sizə. Minnətdaram. Allah razı olsun hər birinizdən. Əziz və möhtərəm izləyicilər, hələlik sizdən ayrılırıq, amma bu karvan yoluna davam edir. İnşallah növbəti həftə görüşəndədək. Sağ olun.